Bugün Xocavənd şəhəri 33 ailə olmaqla 142 nəfərə qucaq açıb. Doğma yurda qayıdan ailələrə evlərinin açarları təqdim olunub. Yeni köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA'nın əməkdaşları tərəfindən mina və partlanmamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyatı qurumlara məlumat vermələri tövsiyə olunub. Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin, qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər. Ailələr açarları sevinclə qəbul edərək evlərində məskunlaşıblar. 101 yaşım var. Müharibədə də iştirak eləmişəm. Yaşasın Azərbaycan balaları, yaşasın Azərbaycan xalqı, yaşasın Əliyev İlham. Ki Erməniyə qərib gəldik, qayıtdıq, gördük ki, gəlin görək, bu bizim qəribimizdir, bu bizim xoşbaxtlığımızdır. Bundan xoşbaxt bir iş ola bilməz. Birinci növbədə Allah şəhidlərimizə rəhmət eləsin ki, bu günü bizə yaşadıb. Allah onların qazilərimizə hamısına can sağlığı versin. Burada mən kətdən çıxanda mənim bir qızım var idi. İndi Allaha şükür 3 nəvəm var. 6 nəfərlə mən rayonumuza qayıtmışam. Təəssüratlarım çox gözəldir. Ən əl çatmaz arzumuza çatmışıq. Vətən torpağımıza qayıtmışıq, öz torpağımıza, şəhidlərimizə minnətdarıq, borçluyuq. Məkanları cənnət olsun. Prezidentimizə minnətdarıq. Gözəl xalqımızı belə qaytardı yurduna, yuvasına. Oğullarımıza, prezidentimizə minnətdarıq, şəhidlərimizə bir ömür boyu minnətdarıq, borçluyuq onlara. Onların anasının qarşısında baş əyirəm. Doğma yurdumuzda işimizi quraq, işimizlə məşğul olaq, torpağımızın qədrini bilək, əkək, biçək, belə nə gücümüz çatır onu eləyək. 92-ci ildə köşkün düşmüşdük. Bugünkü günə şükür, Allah şəhidlərimizə rəhmət eləsin. Prezidentimizə can sağlığı versin ki, bugünkü günü bizə yaşadıb. Qayıdıb gəlmişik yerimizə, yurdumuza. 6 nəfər getmişdik. Bugünkü gündə 4-1 gəlib, 3-1 gəlib, 4-1 gəlmişik. Planım odur ki, gəlib burada öz vətənimdə, öz yurdumda neysə bir işlə məşğul olam, ailəmi, uşağımı saxlayam. Evimizdən də narazılığım yoxdur. Şəraitimiz də qəşəkdir. Hər şey şəraitimizi qurub-quruşublar. Bugünkü gündə də veriblər özümüzə. Qeyd edək ki, doğma yurda qayıdanlar Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşan ailələrdir.